Tarix bəzən səmanı iki yerə yarır. Birinin gürültüsü könülləri oyadır. Digərinin işığı isə millətin yolunu aydınladır. Şimşəyin biri Şah İsmail Xətai idi. Uşaqlıq yaşlarından sadəcə qılıncı əlində deyil, qəlbində yandıran bir od var idi. Bu od qızılbaşların səsinə dolub, bir millətin qaranlıqdan çıxarıb ilk alova çevrildi. O sadəcə döyüşmürdü, ruh verirdi. Sözlə qılıncın gücünü birləşdirən ilahi bir nəfəs idi. İkinci şimşək Nadir Şah idi. Çökmüş torpağı ayağa qaldıran, küləklərə meydan oxuyan, dağların özündən sərt bir iradə idi. Təsəvvür edin, onun addımı keçən yerdə düşmənin nəfəsi kəsilirdi. Karnal səmasında çaxan o ildırım hələ də millətin qan yaddaşında gürüldamaqdadır. Bu iki ad sadəcə hökmdar deyil, Türkün qopan nərəsi, yurdun döyünən ürəyi, əsirləri yarıb keçən müqəddəs bir əmirdir. Xətai, millətin ruhu, Nadir, millətin qılıncı və hər ikisi birlikdə bu torpağın əyilməz, sönməz, varlığın vətənə deyən əbədi nəbzidir. Biz bu ikisinin övladlarıyıq. Bizim qəlbimizdəki damarların içində Xətainin ruhu, Nadirin qılıncı yaşayır. Odur ki, bu millət nə vaxt düşsə, yenidən qalxmağı bacarır. Çünki içimizdə hələ də o iki şahın nəfəsi var. Sağ olun.